Amerika Birləşmiş Ştatları və Almaniyada daxil olmaqla bir neçə ölkədən olan tədqiqatçılar qrupu kainatın mənşəyi ilə bağlı araşdırma aparıblar. Təəccüblüdür ki, elm adamları Allahın varlığına dair elmi dəlil tapmağa nail olublar. Belə çıxır ki, kainatın verilmiş arxitekturası var. Bunu Harvard Universitetinin alimi Willis Sun deyib. Onun fikrincə, kainat yarandığı ilk gündən əvvəllər inanıldığı kimi təsadüfi davranışdan fərqli olaraq nizamlı davranış nümayiş etdirib. Sürətli genişlənmə mərhələsindən sonra kainat mikroskopik ölçülərə çatıb və genişlənmə prosesi yavaşlayıb. Lakin onu dayandırmayıb. Genişlənmə hazırda stabil rejimdə davam edir. Günəş kainatın bu davranışının təsadüfi olmadığını deyir. Bu, əvvəlcədən müəyyən edilmiş memarlıqdan, yəni həyat üçün əlverişli şəraitin yaradılmasına unikal diqqətdən xəbər verir. Bu tapıntılar ağıllı həyatın meydana gəlməsinin sadəcə bir təsadüf deyil, kainatın fiziki qanunlarının və ilkin şərtlərinin nəticəsi olduğu fikrini dəstəkləyir.